51-ci sualda you must write a reply, yenə cavabda a reply to the letter at once. Yenə eyni sual tipidir olacaq B variantı. 52-ci sualda a good view of, good view sayılan isim olduğu üçün e artiklı işlənir. Stage səhnənin yaxşı görüntüsü deyəndə mütləq səhnə sözü də d artiklı işlənir. Çünki müəyyən bir yerdən söhbət gedir. Səhnənin yaxşı görüntüsü olacaq B variantı. Və 53-cü sualda did the film make good impression on you? Did the film, yəni hər hansı bir film izləyiblər, deyir, film səndə yaxşı təəssürat yaratdı mı? Yəni söhbət hansı bir müəyyən bir filmdən gedir. Ona görə də artikli olur. İkinci səbəbdə impression sözü mücərrəd isimdir, amma sayılan isimdir. Təəssürat sözü sayılır, amma mücərrəddir. Olacaq E artikli. A good impression olacaq B variantı. 54-cü sualda deməli at the airport niyə D ilə olur? Çünki şəhərə aid dedik ki, məkanlar həmişə D ilə işlənməlidir. At the airport you must first go to the ticket counter to check in. Yəni müəyyən bir yerdir. Bu da bilet satılan, bilet kassasız olan yerə deyirlər. O zaman da yenə D artikli işlənəcək. Yəni C variantı. 55-də when plane lands you have to go exit. Deməli, burada ikisi də sayılan isim olduğu üçün artiklsız olanları çıxırıq. Çünki plane-də. Yəni təyyarə enəndə sən çıxışa getməlisən. Söhbət bu müəyyən bir təyyarədən gedir ki, təyyarə enəndikdə sən çıxışa getməlisən. Çıxışda müəyyən bir yer göstərir. Sənə bura getməlisən. Artıq bu müəyyən bir söhbət varsa, o zaman da artiklini işləməlidir. Sonra deməli 56-da small group of people gathered outside building. Bayaq buna oxşar bir sual etmişdik. Deməli small group of people, a group of people yenə E artikli işlənir. Yenə buildingdə, yəni yenə məkan olduğu üçün bina, o zaman D artikli işlənəcək. Yəni A variantı. Sonra 57-ci sualda a large piece of, they own a large piece of land, yenə piece of-dan E artikli işlənəcək. A large piece of land in the country. Country həm ölkə, həm də kənd mənasında işlənir və hər zaman D artikli ilə işlənir. Yəni məkan olduğu üçün E artikli variantı olacaq. 58-ci sualda I was listening to the radio when I heard deməli a loud noise outside. Deməli, burada noise sayılan tək isimdir. A loud noise. Sifət isim birləşməsində hər zaman qaydamız budur. Sifət isim birləşməsində əgər isim sayılanırsa və təhdidsə mütləq yəni artiklinə işlənir. Birinci səbəbdə mən radioya qulaq asırdım. Radio müəyyən bir şeyə qulaq asırdım. O zaman D artikli olacaq. Amma bunu belə deyirəm ki, məsələn evdə olan əşyalar var. Məsələn, evdə olan əşyalar TV-dir, radiodur, hər hansı bir evin, otağının əşyalarıdır. Adətən D artikli işlənir. Çünki müəyyən bir yerə aiddirlər və müəyyənlik söhbəti var. Ona görə də D radio olacaq. 59-da I was watching TV when I heard a loud knock. Eyni sual tipidir. A loud knock. Knock da yəni qapı döyüntüsü və at the door. Yəni door da otağa aid olduğu üçün, evə aid olduğu üçün D artikli işlənəcək. Yəni E variantı. 60-cı sualda I know that old woman gave away all her money to a charitable organization. Deməli, an old woman deməli sayılan tək isimdir woman sözünə görə E artikli işlənəcək və old olduğuna görə an artikli işlənir. Yəni an old woman sayıt səs var. İkinci tərəfdə də charitable organization sayılan tək isimdir və an charitable olmaz, a charitable olar. Ona görə olacaq E variantı. 61-də every child was given apple for lunch. Apple sayılan tək isimdir. An apple for lunch. Deməli, burada ikinci səhvdə lunch isə sayılmır və sayılmadığı üçün artikl qoyulmur. Yəni, səhər gün, orta axşam yeməyinin artikl qoyulmur. Nə vaxt qoyulacaq? Əgər lunchdan qabaq sifət vardırsa, o zaman, yəni onu təsvir edən bir söz varsa, E artikli qoyulacaq, N artikli qoyulacaq. Amma yoxsa normalda lunch, breakfast, dinner, supper bunlar artiklsız işlənməlidir. 62-ci sualda I need a little time. Little ya da a little ikisi də ola bilər. Ya little ya da a little. Deməli, ikinci səhvə baxırıq. About offer you made. Sənin etdiyin təklif haqqında deyil, mənim biraz düşünməyə ehtiyacım var. Offer you made, yəni sən müəyyən bir təklifdən söhbət gedir. Normalda offer olsa başqa, amma burada offer you made, sənin etdiyin təklif deyəndə artıq müəyyən olur və D artikli işlənir. Bir səhvdə isə biraz düşünmək istəyirəm, olacaq a little. Burada little sözü, yəni D variantı arasında qalanlar vardısa, digərlərini zaten çıxmış oluruq. I need little time
Olanda cümlənin mənası mənim az vaxta ehtiyacım yox, mənim biraz vaxta ehtiyacım var düşünmək üçün və a little time daha məntiqli olur. Ona görə düzgün cavab A variantıdır. 63-cü sualda Did you see film on television or at the cinema? Deməli, on TV, on television birləşmədir. On TV, on television eyni şeydir və heç bir şey, yəni heç bir şeysiz işlənməlidir, boşluq işlənməlidir. Yəni boşluq olacaq. On television. Bir səfərdə filmi izlədinmi? Bu müəyyən bir film adı demişəm. Yəni o filmi izlədinmi? Yəni televizorda yoxsa sinemada izləmirsən? D artikli olmalıdır. Yəni olacaq B variantı. D film, ikinci səhvdə isə television heç nəsiz işlənir. On television televizorda, yəni bu aparat olaraq yox. Əgər televizorun on the TV desəydin, on television, yəni televizorun üstündə nəsə olanda deyirsən ki, televizorun üstündə nəsə var. There is something on the television. Amma bu isə on TV artıq ekranda nəsə göstərsə, on TV və yaxud on television deyilir. Sonra 64-də our children go to school. Bax, go to school. Məktəbə getmək bir hərəkətdir. Yəni bu məktəb bina kimi deyil. Məktəbə getmək bir hərəkətdir. Go to bed, go to school heç nəsə işlənir. Və by bus, by ilə nəqliyyat vasitələrinin arasında heç nə girmir. By bus, by car, by train olur və Y variantı olur. 65-də deməli inventor of computer mouse was Dow Engelbart. Kompüter sistemin ixtiraçısı inventorda sayılan üçün mouse-dur, amma oflu ifadə vardısa, iki tərəfdə D artikli qoymalıyıq. Yəni the inventor of the computer mouse. İki tərəfdə ofun iki tərəfində də boşluq varsa, biz burada demək olar ki, diqqət etsəniz, çox vaxt biz bunları D artikli ilə işlədirik. İki tərəfdə ofun iki tərəfində də boşluğa biz D qoyuruq. Çünki müəyyən bir söhbət gedir ki, müəyyən bir kompüterin insanın ixtiraçısı müəyyən bir söhbət, müəyyən bir insandan gedir. 66-cı sualda isə it was a cold winter morning on the first Monday in January. First-lə də artikl işlənir zaten bayaq demişdik bu suallarda. Birinci səhvdə isə cold winter morning. Bu tək bir gündən söhbət gedir. It was a cold winter morning. Söhbət bir gündən gedir, bir sabahdan gedir. Soyuq qış sabahı bir gündür və tək isim olduğu üçün E artikli ilə işlənir. 67-də Washington is state in the Pacific Northwest region of the United States, which is bordered on west by the Pacific Ocean. Deməli, burada uzun cümlədir, amma diqqətlə baxırıq. Washington is a state, bir ştatdır. Washington bir sakit, deməli, Amerikanın sakit şimal-qərb bölgəsində bir ştatdır. Ştatdır, yəni bir ştatdır. Söhbət bir ştatdan gedir, yəni tək isimdir. Və ikinci tərəfdə də, deməli, ikinci tərəfdə də deyirik, which was bordered on the west, deməli, D artiklə işlənməlidir. Əgər of vardısa və yaxud heç nə yoxdursa, yəni məkan gəlmirsə, bu cəhətlərlə D artikl işlənir. Nə vaxt D artikl işlənməz? Məsələn, West Pacific desəydi, West Washington desəydi, West East-dən sonra birbaşa məkan adı gəlsəydi, onda artikl işlənməz. Amma heç nə işlənmirsə, ofla işlənirsə, hər zaman D artiklə verməliyik. A state və yaxud da on the west. 68-də deməli, third, üçüncü deməkdir, sıra sayıdır. World-də tək olan varlıqda ikisi ilə də D artiklə işlənir. Yəni A variantı. Mount Fuji located on island of Honshu is highest mountain in Japan. Deməli, highest sözünü görürük. Burada ikinci tərəfdə D artikli qoyuruq. Zaten ikinci tərəfdə D artikli qoyanda yalnız bir cavabımız qalır. Birinci səhvdə də Honshu adası deyəndə on the island of Honshu. Deməli, Honshu adası oflu ifadə var və ümumiyyətlə məkan olduğu üçün D artikli işlənir. Sonra 70-ci sualda the Andes are longest demək üstünlükdür. The longest və world-da D artikli işlənir. O qalır C variantı. 71-də Sophie has always wanted to visit foreign countries. Countries cəmdədir. Deməli, xarici dövlətləri gəzmək istəyir. Big ship isə sayılan tək isimdir. Və burada birinci tərəfdə boşluq olacaq, heç nə olmayacaq. İkinci tərəfdə ship sözü sayılan tək isimdir və big ship olmalıdır. Sifət isim birləşməsində E artikli işlənir. Yəni C variantı. 72-ci sualda happy couple, xoşbəxt cütlük. Və mən bunu bir qayda ilə deyəcəm. Bu, ümumiyyətlə daha çox, bu testdə işləyəndə daha çox düşdüyü üçün belə bir qayda deyirik. Happy couple sifət isim birləşməsidir. Adətən sifət isim birləşməsi cümlənin əvvəlində gələndə D artikli ilə işlənir. Amma ortada ya da sonda gələndə sifət isim birləşməsi EN artikli ilə işlənir.
Bu şəkildə yadda saxlaya bilərsiniz. Yəni xoşbəxt cütlüklər getdilər hara? United Kingdom. Yəni United Kingdomla da həmişə the article işlənir. Ona görə də olur A variantı. The happy couple. Yəni sifət isim birləşməsi, bir daha deyirəm, cümlənin əvvəlində gələndə the article qoyun, ortada ya da sonda gələndə isə an article ilə işlədin. 73-cü sualda we went on holiday to a nice village, silent tək isimli article işlənməlidir. İkinci tərəfdə small house, yenə tək isimli, silent tək isimli an article ilə işlənməlidir. Yəni 73C variantı olur. Yəni ikisi də article ilə işlənir. 74-də Australia is really enormous place. Really enormous place-də biz place-ə baxırıq. Və ikinci tərəfdə in the world. World-lə də həmişə D işlənir, qalar elə Y variantı. 75-ci sualda best-lə üstünlük dərəcəsi olsun. D article, world-lə də yenə D article işlənir, yəni A variantı. 76-cı sualda Buckingham Palace is place where King of England officially lives. Deməli, Buckingham Palace, yəni Buckingham sarayı İngiltərə kralının rəsmi olaraq yaşadığı yerdir. Yer sözü burada müəyyənlik oldu mu? Bəli, oldu. Yəni yer sözünə article qoya bilmərik, çünki a place olmaz. Çünki heç cavablarda yoxdur. Birincisi, ikincisi də qaydaya görə bax biz müəyyən oldu axı. The place where the King of England, İngiltərənin kralı. Kral sözü the article işlənir. Yəni dünyada olan tək varlıqlar var idi. President, the king, the queen, bunlar da the article işlənir. Bu da olacaq. İki tərəfdə də the article, yəni B variantı. Deməli, 77-ci sualda deyir ki, he went on expensive holiday. Holiday silent tək isimdir, an article ilə işlənməlidir. Foreign country də silent tək isimdir, yenə bu da article ilə işlənməlidir. An expensive holiday to a foreign country olacaq Y variantı. 78-də this is the lake where thousands of animals, thousands'dır, millions'dır, hundreds'dır. Bunlar oflu ifadə ilə işlənəndə article işlənməz heç vaxt. Heç vaxt article ilə işlənməz. Ya 1000 və ya 1000 animals deyəsən və ya da 2000 animals deyəsən, ya da ki thousands of animals deyəsən və of-la işlənəndə cəmlənir və özündən əvvəl heç bir şey qəbul etmir. Heç bir rəqəm, article və ya da heç nə qəbul etmir. Birinci tərəfdə isə this is the lake, yəni minlərlə heyvanın yaşadığı adadır. Daha doğrusu göldür bura. Göl deyilir ki, müəyyənlik bir yer oldu ki, yəni göl. Heyvanların yaşadığı yer olduğu üçün artıq müəyyən oldu və D variantı olur. D article. Sonra 79-da he visited the coast of the country, yenə ölkənin sahilini ziyarət etdi və bu olacaq D article. İki tərəfdə D article olmalıdır. Müəyyən yerdən söhbət gedir və oflu ifadədir. Burada da yenə longest sözü üstünlükdür. The word sözü tək olduğu üçün yenə Y variantı. 81-də deməli, every year the Smiths go camping in village among mountains. Deməli, in a village, deməli, mountains dağların arasında, dağlar sözü cəmdə olan isim olduğu üçün cəmdə olanda article və D article ilə işlənmir. Bu village sözü də tək isim olduğuna görə bunlara boşluq qoya bilmərik heç vaxt. Əgər isim sayılırsa və təşkilətsə, onun qabaq mütləq bir article qoymalısan. Ya en ya da ki, cavablarda yoxsa D article. Yəni boşluq ola bilməz. A village among mountains. Mountains da cəmdir və ümumi dağlardan danışdığı üçün heç bir məkan söhbəti yoxdur. Bu ümumiyyətlə cəmdə olar və də artiklsız işlənir. 82-ci sualda I lived in a small house. A small house article işlənir. And I found a place very quiet. Deməli ki, mən deyir bir ilə qədər bir balaca evdə yaşadım və bu yer mənə çox sakit gəldi. Yəni bu the place söhbət hardan gedir? Evdən gedir. Ona görə müəyyən bir yerdən gedir. Ona görə olacaq the article. Yəni a small house və the place. Əgər birinci cümlə olmasaydı, buranı article verə bilərdik. Amma müəyyən bir söhbət getdi və müəyyənləşdi. Ona görə də the article veririk. Sonra 83-cü sualda the weather is important topic of conversation for family. Deməli an important topic of, deməli important topic silent tək isimli topic və sifət isim birləşməsində article ilə işlənməlidir. İkinci tərəfdə isə ailə üçün söhbət deməli müəyyən bir ailədən gedir. Yəni birinci tərəfə an article qoyduq və family silent tək isimdir və
the article ilə işlədə bilərik. Yəni söhbət ailə üçün önəmli mövzudur və the article ilə işlədə bilərik. The family. Yəni baxırıq birinci səhvdə an article-ın başqa cavab yoxdur. Yəni ikinci səhvdə family sayılan isim olduğu üçün boşluq qoya bilmərik. Ona görə də ən düzgün variant B variantıdır. 84-də deyir ki, Mississippi is one of the biggest və in the world. Eyni tipli suallardır bunlar. A variantı. Deməli, first burada Columbus was one of the first people. First üstünlük dərəcəsidir, daha doğrusu sıra sayıdır, həmişə the article ilə işlənir. Və ikinci səhvdə də across the ocean, yəni okeanı keçən ilk insanlardan biridir. Okeanda burada müəyyən bir söhbət okeandan gedir. Burada okean adı verilmir, amma okeanlar həmişə the article ilə işlənir. The Pacific, the Atlantic və s. 86-cı sualda first sözü var, the article ilə işlənir və moon tək olan varlıqdır. Moon'dur, sun'dur, earth'dur, world'dur. Bunlar həmişə the article ilə işlənir. Yəni B variantı, the article ilə ikisi də. Sonra 87-ci sualda it is a long way. Way sözü silent təkisində E article ilə işlənir. İkinci səhvdə də south of deyəndə, south of, north of deyəndə onlarla the article işlənməlidir. Yəni D variantı. 88-də deməli Canada is one of the biggest olmalıdır. Çünki üstünlük dərəcəsidir və world-lə də işlənir. Yenə B variantıdır. 89-cu sualda deməli report on geology of geology deməli ikinci səhvdə oflu ifadədir və oflu ifadəyə görə biz ikinci səhvdə the article ilə işlədə bilərik və söhbət burada Səhara səhrasının geologiyasının məlumatı bildirişi çox maraqlı idi, raporu. Deməli yenə müəyyən bir söhbət, yəni nəyinsə, yəni burada Sahara səhrasının geologiyasının bir raporu deyəndə artıq müəyyən bir şeydən söhbət gedir və ikisi də D article ilə işlənir. 90-da south of Turkey is hotter than north. Deməli, southdan sonra of gələrsə və yaxud da heç nə gəlməzsə, bunlar D article ilə işlənməlidir. Əgər yalnız south Turkey desəydi, south hər hansı bir bölgə adı gəlsəydi, heç nə işlənməyəcəkdi. Amma south of deyirsə və yaxud heç nə işlənmirsə, bunlarla həmişə the article işlənir cəhətlərlə. Sonra 91-də name of deyirsə, oflu ifadələrlə the article işlənir. Sea, yəni Afrika və Avropanın arasındakı dəniz deyəndə bu ikisi də müəyyən bir söhbət var və olacaq the article-lı. İki tərəfdə də oflu ifadənin iki tərəfinə də the article qoyuruq. Scotland ölkə adı da heç nəyə işlənməz. North of England deyəndə North of-la işləndə deməli the article ilə işlənir. Yəni C variantı. Yox, tərs dedim. Sorry. Deməli, birinci səhvdə boşluq olur, ikinci səhvdə the article olur. Yəni cavabı səhv dedim. Deməli, Scotland ölkə heç nəyə işlənmir və North of deyəndə də oflu ifadələrlə, yəni North of həmişə cəhətlərdən sonra of gələndə the article qoyuruq. 93-də isə West-lə in the West heç nə olmur. Daha doğrusu heç bir şey gəlməyibsə, məkan gəlməyibsə, yer adı gəlməyibsə, iki tərəfdə the article ilə işlədirik. Sonra 94-də first flash mobs deyirsə, first deməli the article ilə işlənəcək. Deməli, ikinci tərəfdə də City of Turkey, Türkiyə in 2003. Deməli, birinci səhvdə the article olacaq, deyirlərini çıxırıq. İkinci səhvdə və an article olmaz və city sözü silent tək isimdir. Oflu birləşmədə the article ola bilərdi, amma burada E article-ını işlətmək daha düzdür. Çünki Türkiyənin bir şəhərində keçirilir. Türkiyənin bir şəhəri deyəndə E article-ını işləməlidir. 95-də he's going to tell us story. Story deməli silent tək isimdir. A story about an Englishman, bir adamdır və and a Frenchman. Onlar tək adam adı, tək bir insan olduqları üçün an article-ını işlənməlidir. Və hekayədə təkdə olduğu üçün E article-ını işlənir. 96-da isə bunu oxuşur, amma bir fərqli var. We heard stories about historical heroes. Və iki tərəfdə də cəm isim olduğu üçün biz nələri çıxmalıyıq? An article-ını çıxmalıyıq. Çıxdıqsa, deməli, qaldı A və B. Biz tarixi qəhrəmanlar haqqında hekayələr eşitdik. Və burada da yenə müəyyən söhbətdən gedir. Yəni, müəyyən tarixi hadisələr, tarixi qəhrəmanlar haqqında hekayələr müəyyənlik olduğu üçün, yəni iki tərəfdə də the article-ını işlətməliyik. Sonra 97-də a friend of mine birləşmə dedik. A friend of mine. A friend of mine-ə görə bu ikisini çıxırıq. A friend of mine is French translator at organization. French translator, fransız tərcüməçi deyəndə yenə bu da
E artiklindən işlənməlidir, çünki silent tək isimdir. A French E artiklı. Üçüncü sətirdə at the organization bir şirkətdə, müəyyən bir şirkətdən söhbət gedir, olacaq C variantı. Sonra 98-ci sualda students of our group deyəndə students. Deməli, birinci tərəfdə baxırıq, oflu birləşmədir. The students, bizim qrupun tələbələr deyəndə the artiklı işlənməlidir, çünki müəyyən söhbət gedir. Study a new language. A new language niyə olmalıdır? Çünki yeni bir dil öyrənirlər və sifət isim birləşməsində dedik ki, isim sayılırsa E artikli qoyuruq. Sayılırsa və təkcə E artikli qoyuruq. Sonra 99-da deməli, she wants to show me blouse which she is going to wear at party next week. Yəni, bu bayaqçı cümlənin eynisisi. Deməli, next week vardısa, burada boşluq vardı bayaq. Party ilə at the party olacaq, at the party. Birinci həftə də deməli, gəlin həftə partidə geyinəcəyi paltar dediyinə görə müəyyən olduğu üçün, yəni o da olacaq the artiklı ilə. Və 100-cü sualda deməli, it took us an hour and a half birləşmədir. An hour and a half, yəni 1 saat yarım deməkdir. An hour and a half. İkisində də E artiklı olur. Daha doğrusu an hour, an artiklı, ikinci tərəfdə isə E artiklı. O digər tərəfdə isə we got to the hotel. Oteldə şəhərin ait bir yeri, məkan bildirdiyi üçün yenə D artiklını işlənəcək və C variantı. 101-də deməli, engineer is person who designs and engines and machines. Engines and machines cəm olduğu üçün üçüncü tərəfdə artikl qoyulmur. O zaman biz n artikllarını çıxırıq. Və birinci tərəfdə də an engineer, söhbət bir nəfərdən gedir, yəni bu peşələrdən gedir. An engineer is a person, bu da bir şəxsdir, tək olduğu üçün an və E artikllarını qoyuruq və axırıncı tərəfdə boşluq qalır. 102-ci sualda in ancient times golf was played with wooden sticks and leather ball. Deməli, burada golf sözü ümumiyyətlə o idman adları sayılmaz, heç nə ilə işlənməyəcək. İkinci tərəfdə də wooden sticks, bu da wooden sticks də stick cəmdə olduğu üçün heç nə ilə işlənməyəcək. Üçüncü tərəfdə isə ball sözü sayılan tək isimdə eyni işlənəcək. Yəni a leather ball, yəni B variantı. 103-də most people, mostdan sonra isim gələndə dedik artikl işlənmir, yəni D artikl işlənmir, heç nə işlənmir. Çünki most burada əksər deməkdir. Most people think that Monday is the worst. Deməli, burada D artikl olacaq, çünki üstünlük dərəcəsidir. Bad sözün üstünlük dərəcəsidir. Bad, worst, the worst. D ilə işlənirmişə. Və axırıncı tərəfdə isə deməli, week of the week, həftənin ən pis günü deyəndə week müəyyən olur və D artikl işlənir. Və yaxud da of-la işləndiyi üçün of the week ifadəsi olur və olur B variantı. 104-də mostdan sonra student isim gəlibsə artikl işlənməz. Most students heç nəsiz olmalıdır. Exams cəmdə olduğu üçün burada ən artiklını çıxırıq və düzgün cavabımız qalır B variantı. Həm də best üstünlük dərəcəsi olduğu üçün D artiklı işlənir. Və 105-də lands that were discovered by Columbus were rich in gold. Deməli, burada lands torpaqlar cəmdədir, amma necə müəyyən olur? Çünki Kolumb tərəfindən kəşf edilmiş torpaqlar deyilənə görə müəyyən olur. Müəyyən olduğu üçün artiklına işlənir və gold sözü də sayılmadığı üçün heç nəyinə işlənmir. Rich in gold. 106-da crossword which was compiled by Arthur Wayne, deməli Arthur Wayne tərəfindən tərtib olunmuş crossword deyilənəcə müəyyən olur. Müəyyən olduğu üçün D artiklı işlənir. Birinci tərəf, ikinci tərəfdə isə deyir magic game. Game isimdir və silent tək isimdir, ona görə də E artiklından işlənəcək. A game. 107-də when I woke up this morning the sun was shining. Çünki sun sözü tək olan varlıqlardır, ona görə D artiklı işlənir. İkinci tərəfdə windows of my room with a trees. Deməli, bu tərəfdə də artıq deməli windows of my room, mənim otağımın pəncərələri deyəndə müəyyən bir yerdən söhbət gedir. İkinci tərəfdə də D artiklı qoyuruq və quşlar da ağaclarda oxuyurdu və söhbət yenə də mən otaqdan baxanda gördüklərimdir. Yəni bu müəyyən bir ağaclardan söhbət gedir. Yəni üçüncü tərəfdə D artiklı qoyuruq. Və 108-ci sualda deməli scientists have been studying of the brain for a long time. For a long time ifadəsi var. A long time. Yəni buna diqqət edirik. A long time ifadəsi var. E artiklından işlənirik. İkinci tərəfdə zaten bir dənə belə olanda bir cavabımız qalır. Digərlərini deyim niyə olmur. Deməli,
Axırıncı tərəfdə a marvelous and fascinating thing. Burada think sözünə görə article qoyuruq. İkinci tərəfdə isə they all agree that the human brain. Agree that-dan sonra yeni bir cümlə başlayır. The human brain, insan beyni müəyyən bir söhbət gedir. Nədən? İnsan beynindən və the article işlənir. Yəni cavabımız B variantıdır. 109-cu sualda we usually go by train, by-dan sonra nəqliyyat vasitəsi olan desinə olmur. By train, by bus bayaq demişdik. Və ikinci tərəfdə də but today we are taking the bus. Artıq biz avtobus ilə gedəcəyik. Müəyyən bir söhbət var və the ilə işlənir. Take the bus. Amma by olsaydı, by bus olsaydı, we are going by bus desəydi, artıq heç nə olmayacaqdı. Amma taking the bus olmalıdır. Və 110-da. Do you know any of people who live across road? Deməli, burada deyir ki, sən insanları tanıyırsanmı? Yolun qarşısında yaşayan insanlar, müəyyən bir insanlardan söhbət gedir. The people who live across the road, yəni yolun qarşısında, müəyyən bir yerdən söhbət gedir. Yolun qarşısındakı insanlar deyəndə, yəni yolda müəyyən olur və the article ilə işlənir. Və 111-də at the beginning of his speech, beginning of the ifadələrindən the işlənir, at the beginning. At the beginning olur birinci tərəfdə, deməli bunlar çıxırıq, qalır A və C variant arasında. İkinci tərəfdə isə she spoke about tourism in general. Yəni turizm sözü də deməli ümumi isimdir, yəni ümumi sayılmayan isimdə ümumi o haqqda məlumat verildiyi üçün heç bir artikeldən işlənməz. 112-də deməli in Britain drinking tea is more common than drinking coffee. Coffee və tea sözü ikisi də sayılmır və sayılmayan olduğu üçün ikisi də article işlənəcək və B variantı olacaq. 113-də most serious environmental problems. Mostdan sonra sifət gəldiyi üçün the article ilə işlənəcək, yəni boşluq olanları çıxırıq. Və problems of modern world is pollution. İkinci tərəfdə də baxırıq deməli problems of modern world, müasir dünyanın problemləri deyəndə yenə of the modern world müəyyən bir söhbət gedir, müəyyən bir dünyadan və pollution sözü də zaten sayılmadığı üçün axırıncı tərəfə biz article qoymuruq, boşluq olur və bu da qalacaq Y variantı. Yəni the modern world müəyyən bir dünya, hətta belə deyim, dünya sözünə görə başqa heç nəyə baxmağa gərək yoxdur əslində. World dünya tək varlıq olduğu üçün həmişə D ilə işlənir. Cavabımız olur Y variantı. 114-də have you got an idea? Çünki idea sözü sayılan tək isimdir. Deməli, about how can we solve problem. Problem sözü də, yəni müəyyən bir problemdən söhbət gedir. Yəni, solve the problem da article işlənir. Yəni, bu problemi necə həll edə bilərik? Söhbət müəyyən bir problemdən getdiyi üçün düzdür. Olur A variantı. 115-də deməli, she likes Indian tea. Indian tea sayılmaz, onun üçün article olmaz. But she doesn't like tea that comes from Sri Lanka. Deməli, ikinci tərəfdə də Sri Lankadan gələn çay deyəndə isə ikinci tərəfdə müəyyənlik oldu. Birinci tərəfdə ümumi bir çay haqqında danışırsa heç nə olmur. O Hind çayını sevmir, də xoşlayır, amma Sri Lankadan gələn deyirsə artıq müəyyən bir yerdən gələn çaydır və o müəyyən olduğu üçün də article işlənər. 116-da deməli, we need to be at the airport. The article işlənməlidir ki, aeroport sözü müəyyən bir yerdir. At the airport. İkinci tərəfdə isə an hour, just over an hour, yəni bir saat söhbəti var, ona görə də an article işlənir. Və o H hərfi burada oxumadığı üçün an hour olur. 117-də freedom and independence are very valuable in life. Deməli, freedom azadlıq. Independence müstəqillik. Bunlar ikisi də sayılmayan isimlər və sayılmayan isimlər adətən ikisi də article işlənir. Və axırıncı tərəfdə də in life, yəni life-da, value, həyatda ümumi danışdığı üçün heç bir şeysi işlənir və olacaq C variantı, boşluq. Sonra 118-də deməli, fumes of cars and factories are main reasons for air pollution. Axırıncı tərəfdə zaten air pollution sayılmadığı üçün ona bir dənə artiklsız olan cavablar götürsək yaxşıdır. Və birinci və ikinci tərəfdə isə baxırıq, deməli, fumes of cars, of ifadə varsa maşınların tüstüləri, maşınların və bu fabriklərdən çıxan tüstülər müəyyən bir söhbət, müəyyən bir tüstülərdən gedir və
İkinci tərəfdə də main reasons, yenə burada müəyyənlik var. Main reasons əsas səbəbləri deyəndə reasons əsas səbəbdir. Bu da main reasons olan D artiklına işləməlidir. Olacaq A variantı. 119-da isə deyir ki, a consumer buys more expensive product hoping to receive higher quality. Burada consumer istehlakçı, alıcı, yəni product məhsul, sayılanda və quality keyfiyyət. Hamısı sayılan isimdir. Və sayılan isimlərin hamısı ilə E artikli işlənməlidir, yəni B variantı. 120-də the Azores are group of islands in ocean. Qrupla E artikli işlənəcək. A group of island. A group E artikli işlənməlidir. İkinci səhvdə də okean sözü D artikli işlənəcək. In the ocean. Sonra 121-də Baykal is a source of beauty. Source sözü tək isimdir, sayılan isimdir. A source of beauty and power for people in Russia. Rusiyada olan insanlar üçün. Rusiyada olan insanlar da müəyyənlik bildirir, çünki harda olduğu bilinir və D artikli işlənir, yəni B variantı. 122-ci sualda English is the richest və world language-də yenə D artikli işlənir. Language-də də baxsaq, yenə the world language olmalıdır. Yəni A variantı. Sonra 123-də Azerbaijanis are the most hospitable, most üstünlük dərəcəsidir və yenə world-da yeganə olan varlıqdır. D artikli olacaq, yəni Y variantı. 124-də Australia is sovereign country, country tək isimdir və tək isim olduğu üçün Avstraliya bir suveren ölkədir. Bir suveren ölkədir deyəndə yenə E artiklına işlənəcək. İkinci səhvdə deyir ki, and the capital of it is Canberra. Oranın paytaxtı the capital olmalıdır. Paytaxt sözü D artiklına işlənir və yenə B variantı olur. 125-də deməli, the Papuan language consists of 11 letters. It is the language which has smallest alphabet. Axırıncı tərəfdə zaten smallest sözünə görə bütün cavablar çıxırıq. İki cavab arasında qalırıq. Birinci tərəfdə language sözü müəyyən bir isimdir və sayılan isimdir. Buna boşluq qoya bilmərik. Mütləq bir artikli qoymalıyıq və olar D variantı. 126-da all countries on continent of North America, Philip has only visited Canada. Deməli, all the countries on the continent, yəni Şimali Amerika qitəsinin bütün ölkələri deyəndə artıq müəyyən bir yerdən söhbət gedir və ikisi də D artiklına işlənməlidir. Sonda isə historic castle deyəndə castle sayılan tək isimdə E artikli işlənir. İkinci tərəfdə isə North Bank deyəndə the North Bank of ifadə vardısa, deməli North Bank of vardısa, deməli D artiklına işlənir. Yəni cavabımız Y variantıdır. Sağ olun, növbəti dərsdə görüşərik.